Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu, Allah Taalanın vəsiyyətidir əvvəlkilərə, axırıncılara və təqva nicatdır, xilasdır, necə bilirsiniz. Və biz, necə bilirsiniz, Ramazan ayındayıq. Bu ay sözsüz ki, başqa aylar kimi deyil. Bu mövsüm başqa mövsümlər kimi deyil. Ona görə insanlar bu ayın bu günlərinin həqiqi dəyərini bilsəydilər, bitirdikləri o saatlara görə ağlayardılar. Çünki Ramazan həqiqətdə meydandır, yarış meydanı. Heç də dediyimiz kimi elə belə ay deyil, mövsümdür. Elə bir mövsüm ki, tənbəlliyi sevmir, qəfləti sevmir. Və müvəffəq o kəsdir ki, bu ayın dəyərini bilir. Və məhrum o kəsdir ki, bu ayın saatlarını ucuzuna satır. Çünki bu ay Quran ayıdır, tövbə ayıdır. Günahlardan bağışlanmaq üçün fürsətdir, cəhənnəmdən xilas olmaq üçün bir səbəbdir. Və savablar bu ayda artırılır. Və müsibət, ən böyük müsibət odur ki, insan bu aya daxil olduqda cəsədi ilə daxil olsun. Necə ki, əksər insanlar belədir. Bu aya Ramazana cəsədləri daxil olur, qəlbləri daxil olmur. Oruç tuturlar yeməkdən, lakin qəflətdə iftar açırlar. Susuzluqdan, sudan imtina edirlər, lakin asiliklərdən, günahlardan imtina edə bilmirlər. Qarınları acıyır, lakin qəlbləri fəsad içindədir. Ona görə görürsən ki, gözləri oyaqdır səhərə qədər, lakin nədə? Boş-boş əyləncələrdə, boş-boş işlərdə, nə Qurana yönəliblər, nə Quran oxuyurlar, nə gecələri ibadətdə keçirirlər. Əksinə, əyləncələri nədir? Baxsaz görərsiniz ki, nəsə izləyirlər öz telefonlarında və ya televizorda, lazımsız xəbərlərin müşayiətindədirlər. Ona görə də bu ayın gecələri görürsən ki, bu etdikləri təkrarlanır. Bu da cinayətdir bu aya qarşı, sakit bir cinayətdir. Çünki bu ayda ömürlərindən oğurlanır, lakin fikir vermirlər. Və oğru da heç də xaricdən deyil. Əksinə o qul, o bəndə özü açıb oğru üçün qapını, özü də daxildən, içərdən, qəlbini açıb öz əli ilə. Və gələn oğru görünməsə də, lakin nəticəsi qiyamət günü görünəcək. Onun izini qiyamət günü görünəcək. Ona görə təkrarlanan o itirilən saatlar, o itirilən gecələr, hansı ki bir-birinin ardınca gedir. Soruşanda ki, ondan, Qurandan nə oxumusan, görürsən ki, cavabı odur ki, hələ müvəffəq olmamışam. Hələ müəssər olmayıb. Nə qədər namaz qılmısan, neçə rükət qılmısan, deyir ki, yorğun oluram. Lakin səhərə qədər oyaq qalıb, dünyasına, dininə fayda verməyən işlərlə məşğul olmağa yorulmur. Ona görə fikir ver Allah Taala zamanın dəyərinə işarə edərək nə deyirdir ki, vəl-əsr innəl insənə ləfi xusr. And olsun əsr çağına, həqiqətən insan cinsi xəsarətdədir. And içib Allah Taala zamana, vaxta. Və Allah Taala da əzəmətlidir. Və and içibsə, nəyəsə deməli o da əzəmətlidir. Çünki əzəmətli olan ancaq əzəmətli bir şeyə and içər. And içib zamana, hansı ki insanın sərmayəsidir əslində, ömrünün sərmayəsi. Necə ki malının mayası var, sərmayəsi var, eləcə də insanın ömrünün sərmayəsi var. O da zamandır. Onu itirən nəfsini itirib. Və Ramazanı itirən, o da əzəmətli bir mövsüm itirib nəfsi üçün, hansı ki qayıdan deyil. Və ondan geridə yalnız hesab qalır. İxtarabə linnəsə hisabuhum və hum fi qaflətin mu'ridun. Allah Teala deyir ki, insanların haqq hesabı yaxınlaşdırıb, onlar hələ də qəflətdə üz çevirirlər. Və İmam Buxari nəql edib Peyğəmbər sallallahu aleyhi və səlləmdən əzəmətli bir hədisi, hansı ki, dəalət edir vaxtımızın, zamanımızın dəyərinə, deyir ki, ni'mətəni
məğbunun fiyhə kəthirun minən-nəs. İki nemət var, əksər insanlar aldanıb onda. Məğbun yəni aldanıb, qəflətdədir. Sonra deyir ki, əs-sihhətə vəl-fərah. Sağlamlıq və boş vaxt. Gör, əgər bu boş vaxt, sağlamlıq Ramazan ayında sənə cəm olubsa, sənin üçün cəm edilibsə və itirirsənsə onu, hədər edirsənsə, bu aldatmadan o tərəfi yoxdur. Bu xəsarətdən böyük bir xəsarət yoxdur. Niyə? Çünki Peyğəmbər s.ə.v bu ayın əzəmətliyinə işarə edib, deyib ki, kim Ramazanı imanla, savabını Allahdan umaraq tutarsa, Allah Teala onun keçmiş günahlarını bağışlayar. Kim Ramazanı imanla, savabını Allahdan umaraq ibadətdə keçirərsə, Allah Teala onun keçmiş günahlarını bağışlayar. Elə isə hardadır o savabı uman Allahdan, iman əhli, hansı ki, həqiqətən istəyir Rəbbinin bağışlanmasını, həqiqətən Ramazana daxil olduqda qəlbi zəlildir Rəbbinin qarşısında, daxil olduqda qəlbində kindən, küdurətdən, təkəbbürlükdən heç nə qalmayıb. Hanı o kəslər? Ona görə təhlükə təkcə bu vaxtın itirilməsi deyil, bu vaxtın hədər edilməsi deyil. Əksinə, təhlükə və ən böyük təhlükə istəsən de nədir? O vaxtı itirənin qəlbinin ölməsidir. Bu saatları itirməklə qəlbini də itirir. Nəfsi adət edirsə əgər əyləncəyə, boş-boş işlərə, Quran ona sözsüz ki, ağır gələcək. Əgər adət edəcəksə səsküyə, insanlara qaynayıb qarışmağa, Rəbbi ilə xəlvətdə qalmağa da qorxacaq, qaçacaq əslində Rəbbi ilə xəlvətdə qalmaqdan. Və sözü, danışığı da çox olacaq. Hətta o dərəcədə ki, nə Quran, nə dua ləzzət almayacaq ondan. Halbuki, yəni bu ay təkcə, necə bilirsiniz, yeməkdən, içməkdən, şəhvətdən imtina deyil. Peyğəmbər s.ə.v-in hədisi açıq aydın buna dəlalət edir. Kim yalan danışmağı və ya yalancı şahidliyi, ona əməl etməyi tərk etmirsə, Allah Taala'nın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Ona görə də bu ay təkcə yemək, içməyi tərk etmək deyil. Əksinə, batildən də uzaq olmaqdır. Boş əyləncədən, təkəbbürlükdən, fəxr etməkdən, Allah Taala'dan uzaqlaşdıran nə varsa, hər bir şeydən uzaq olmaqdır. Çünki hər şeydən soruşulacaq. Və hamısı da bizim ömrümüzdəndir, ömrümüzün saatlarındandır və qulun da ayaqları tərpənməyəcək Rəbbinin önündən ta ki 4 şey soruşulmayınca və o 4 şey hamısı ömürdəndir, baxmayaraq ömürlə bağlıdır, lakin ayrı-ayrı zikr olunma səbəbi önəminə görədir və sonunda deyir ki, sallallahu aleyhi və səlləm ömründən nədə tükədib. Yəni, bu ömür fikirləşin, yəni nədə hədər eləmişsən, o saatlar, o gecələr, o cavanlıq, o elm, o Ramazan ayı, o xəlvət, nədə istifadə eləmişsən? Əgər insan malını itirməyə kədərlənirsə, ömründən itirdiklərinə də kədərlənməlidir. Halbuki əksidir. Görürsən ki, malı itəndə qəm, qüssəyə düşür, kədər bürüyür onu, lakin ömrünün saatları gedir, ömrünü itirir və bilir ki, qayıtmayacaq o ömür, lakin ona kədərlənmir. Və Ramazan da belədir, getdisə bir daha qayıtmayacaq. Ona görə baxın, nə qədər insan var idi. Bizlə keçən Ramazanda oruç tuturdular, bərabər idik. Bugün haradadılar? Torpağın altında. Bəlkə də arzulayırlar bir Qurandan bir ayə oxumağa, səcdədən nəsə etməyə, heç olmasa bir səcdə edə bilsinlər, sadiq, səmimi bir göz yaşı axıda bilsinlər gecənin qaranlığında. Lakin edə bilmirlər, xatirələrdə xəbərə çevrilirlər. Ona görə Həsən el-Basri rahimehullah deyər ki, ey Adəm övladı, sən ancaq günlərsən. Hər gün keçdikcə səndən bir hissə keçir. Və Ramazan da gedirsə, onun səhifəsi bükülür, bağlanır. O deməkdir ki, qayıtmayacaq. Ona görə Ramazanın hələ əvvəlindəyik. Kimsə səhlənkarlıq edibsə əvvəlində, hələ də var Ramazan. Davam edir. Ona görə nə israf etmisənsə o günlərdən, tövbə qapıları hələ açıqdır. Tövbəyə qayıt. Tövbə et, nə qədər ki, səhifən bağlanmayıb. Və qorxulur o kəs ki, Ramazan ayı girsin, çıxsın. O insan Ramazandan nəsə bir şey əldə etməsin, istifadə etməsin, bağışlanmasın. Deyir ki, sallallahu aleyhi və səlləm,
burnu üstündə sürünsün, o kəs ki, Ramazan girdi, çıxdı, o insan bağışlanmadı. Burnu üstündə sürünsün, yəni burnu yerə dəysin, yəni zəlil olsun. O insan ki, hansı ki, çatıb Ramazana, lakin Ramazandan payı yoxdur. Rəhmət qapıları açıq ola-ola üst çevirib. Ona görə ağıl sahibi necə razı ola bilər ki, o kəslərdən olsun. Ona görə də düşün, gecələr, gündüzlər Ramazandan nə varsa istifadə et, bil ki, sürətlə gəlib keçəndir və ola bilsin ki, Ramazanın heç axırına da çata bilməyəsən, ola bilsin heç Qədir gecəsinə də yetişə bilməyəsən. Ona görə tövbəni gecikdirmə, Allaha yönəlməyi gecikdirmə, demə ki, sabah edərəm, sabaha qalsın. Nə qədər bu sözü deyən var ki, sabahı görməyib. Allah Taala'dan deyirəm ki, Allah Taala müvəffəq etsin bizi, bu ayı onun istədiyi, razı qaldığı bir şəkildə bitirək. Bizi eşidib faydalardan etsin, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Harada zəif müsəlmanlar varsa, onlara kömək olsun, acılarını doyursun, susuzlarını doyursun. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira.